Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə ATV-lər məhəlləsi deyilən ərazidə, ATV məhəlləsinin deyilən ərazinin düz yuxarı hissəsində, yuxarı yola, demək, Xırdalan Qay yoluna yaxın ərazidə 100-150 metr məsafədə 2.2 sotun içində 2 mərtəbəli şəxsi inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bu evi biz bir dəfə qiymətdə çəkiliş eləmişdik, 120 minə qoymuşduq. İndi isə yəni evin qiyməti endirilib, təcili yenə satışa çıxarılıb. Yəni endirilmə yaxşıdır. Yəni bu qiymətə həqiqətən dəyərindən ucuz veriləcək. Mən qiymət deyəcəm. Dəyərindən ucuz. Yəni bugünkü vəziyyətdə bu evi torpağa alıb bu qiymətə gətirmək mümkün deyil, qeyri-mümkündür. Yəni istədiniz bir proqramı gətirin, qiyməti hesablatdırın, görün ki, bu evi bu qiymətə gətirmək mümkündür ya yox. Sondan yenə qiyməti deyəcəm. Yəni 120 min endirim, ilk dəfə, yəni satışa bir dəfə çıxartmışıq. İndi endirim olub, yenə də çəkiş deyəcəm, yenə ətraflı məlumat verirəm. Nəzərinizə çatdırıram, həyətinə tam et yox, metlaqlardan istifadə olunub. Həyət düzdür, səliqəsiz vəziyyətdədir. Sadəcə buranı gözəlləşdirmək lazımdır. Usta lazımdır ki, buranı gözəl səliqəli təmizləsin, buraları otuzadı təmizləsin, həyət bazarını qəşəng düzəltsin, evin üzünün zadını hamısını səhmana salsa, ev gözəl vəziyyətə düşər. 6 qarajlı evdir, həyəti rahat bir sotdur. Bax, belə qarajın özünün qapısı var, hər şey nəzərə alınıb. Sadəcə evə kosmetik, həyət bazaya kosmetik xərc lazımdır. İnanın ki, bu qiymətə, bu evi bu başa gətirmək olmayacaq. Yəni, mən sizə indi təqdimatda qiymətdə deyəcəm. Burada da yayda zadda oturmaq üçün gördüyünüz kimi virandasıdır. Evin raşotkaları qoyulub. Evin yəni çox işlər görülüb demək olar. Həyətində belə gördüyünüz kimi üzüm çardağı üçün belə yuxarıda çardağı yığılıb. Yəni, hər şey nəzərə alınıb. Sadəcə baxımsızlıqdan ev biraz həyət bacası yaxşı görsənmir. Əl gəzdirmək lazımdır qısası. Buradan daxil oluruq evin içəri hissəsinə. Demək, evin demək, bu hissəsi istipolu. Gördüyünüz kimi yenə metraqlardan vırılıb. Sol tərəfdə bir otaqdır. Qapıları qalıb, qoşa daşdan istifadə ediblər. Ev sahibi, yəni özü üçün, şəxsin şirətləri üçün. Yəni hər şey keyfiyyətli formada tikdirib bu evi. Laminatlar da vırılıb. Plintuslar qalıb, kombi sistemlər çəkilib. Yəni burada ciddi bir xərclər yoxdur. İndi bura aboy da vura bilərsiniz, amma ev sahibi bunu öz zövqünə uyğun, buranı bahalı eyni şeylərdən istifadə edib. Bunu nəzərinizə çatdırım. Modern tipli, yəni belə istifadə edib. Solda burada mətbəxdir. Bu mətbəxə də istipoldur. Gördüyünüz kimi də bu mətbəx mebellərini ev sahibi yığdırıb da. Bu elə özü ilə 1500 kimi pul eləyir. Yəni bunu nəzərinizə çatdırım ki, məlumatınız olsun. Gördüyünüz kimi hamam tualet ayrıdır. Burada bir balaca bir otaqdır, istipoldur. Burada deyim ki, siz nəzərinizə çatdırın. Nə bilim, paltar yan maşını qoya bilərsiniz burada. Nə bilim, paltar ütürəmək üçün. Bax, belə bir şeylə vəziyyət üçün şərait yaradıb burada. Demək, aşağıda burada bir santar qovşağıdır. Gördüyünüz kimi ayrı-ayrıdır. Aksesuarlar da qurulmalıdır. Bura hissəsi də burada da bir hamamıdır. Gördüyünüz kimi hamamda duş qabiləsi zaten qoyub, hamısı qaydasında. Divarlarına baxın, qoşa daşdır, hörmətli izləyicilər. Hamısı, yəni içəriləri də belə qoşa daşdan eləyib, yəni ara kəsmələri. Yəni evin keyfiyyətini sizin nəzərinizə çatdırıram. Aşağıda gördüyünüz kimi bir mətbəx, bir yataq otağı aşağıda. Yəni hətta bu qarajı da, hörmətli izləyicilər, yəni oranı da otaq eləyə bilərsiniz. Alan adam oranı açır, oranı aşağıda bir otaq yarada bilərsiniz. Zal eləyib, qaraj ləğv eləyib, zal eləyə bilərsiniz. Buradan qalxırıq ikinci mərtəbəyə. Yəni bunların hamısı nəzərinizə çatdırıram ki, burada dəyişiklik də mümkündür. Qalxırıq buradan yuxarı. Qalxan kimi, gördüyünüz kimi, emissiyalar vırılıb, printuslar qalıb, laminatı vırılıb. Yəni elə çox xərci yoxdur. Bu evin içinin uzağı maksimum 5000 xərci var. 5000 də qoy, çölün xərci olsun. 5000 xərci olmayacaq çölündə. Burada bir, gördüyünüz kimi, geniş bir otaqdır, yataq otağıdır bu da. Bura bir zaldır yenə. Yuxarıda ikinci mərtəbədə də bir zaldır. Aşağıda da zalı yenə yaratmaq mümkündür. Qarajı ləğv eləyin. Orada da bir otaq açmaq olar. Zal qonaq otağı eləmək olar. Demək, hörmətli izləyicilər, bir otaq burada, iki otaq burada, üç otaq, dörd otaq da yuxarıdadır. Bir otaq buradadır,
Otağın içində də sanuzel var. Baxın. Buranın da bir sanuzel var. Otağın içində ayrıca. Bəy otaqlara bəy otaqlar deyirik bəzən. Bir yataq otağı da burada. Məsafədə arxadan haradasa 1 metrə yaxın başqa evlərdən var. Raşotkalar da qoyulub. Yəni bu ev həqiqətən şəxsi inşa olunmuş bir ev olub. Laminatlar da vurulub, plintuslar qalıb. Burada elə bir şey qalmayıb. Qapılar qalıb. Yəni ev təmizlənməlidir, silib təmizlənməlidir. İşlər görülməlidir. Kondisionerdir, bax görürsünüz evin içində qoyub o vaxt ev sahibi. Sadəcə müəyyən səbəblərdən evi satışa çıxardıblar, təcili satışa çıxardıblar, hörmətli izləyicilər. Gördüyünüz kimi, 4 dənə otaq yuxarıda, aşağıda bir otaq, mətbəx, hamam, tualet ayrı, aşağıda bir yenə iş otağı kimi nəzərdə tutulmuş bir otaq. Yenə nəzərdə çatdırıram, hörmətli izləyicilər və yəni diqqətlə qulaq asın. Bugünkü vəziyyətdə ATV-lər məhəlləsi deyilən yuxarıya da yola yaxın ərazidə yerləşir. Bu vəziyyətdə, bu qiymətə, yəni evi mümkündür, tikib başı gətirmək. Evin qiymətində bələdiyyə sənədləri var, bunu nəzərinizə çatdırın. Qiyməti də 110 minə düşüb, 110 minə. Yenə də indirim olmağına olacaq. Real alıcı olsun, gəlsin oturaq söhbət elə, hörmətli izləyicilər. Birbaşa danışdıracağım, yəni hər şey qaydasına qoyacaq. Yəni ev həqiqətən keyfiyyətli, şəxsi inşa olunmuş bir ev olub. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, TikTok-da, Instagramda Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Yenə qeyd edirəm, 110 minə ev endirilib. Endirimi də hələ 110 minə də aşağı yenə indirim olacaq. Birbaşa Yəsindən görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin.